Glinka Rus musiqi tarixinə milli simfonik musiqinin banisi kimi daxil olmuşdu. Özünün İvan Susanin, Ruslan və Lyudmila operalarında bəstəkar Rus simfonik musiqisinin yüksək nümunələrini yaratmışdı. Ruslan və Lyudmila operasının uverturası bəstəkarın ən parlaq simfonik əsərlərindən biri olmuşdu. Glinkanın parlaq orkestr əsərləri arasında Kamarinskaya, Aragon Xotası, Madriddə Gecə, Vals Fantaziyanı qeyd etmək olar. Onların hamısı bir hissəli uvertura və ya fantaziya formasında yazılmışdı. Glinkanın simfonik musiqisinin məzmunu, öz rəngarəngliyi, zənginliyi, hamı üçün anlaşıqlı olması ilə diqqəti cəlb edir. Bu əsərlərdə Rus xalq həyatının lövhələri də, Rusların mənəvi aləmi də, romantik İspaniyanın obrazları da, bəstəkarın özünün əhval-ruhiyyəsi və hissiyatı da öz təcəssümünü tapmışdı. Xərqilik Glinkanın simfonik musiqisinin başlıca xüsusiyyətidir. Bəstəkar simfonik əsərlərində əsl xalq melodiyalarından istifadə edərək hər şeydən əvvəl xalq yaradıcılığı ruhunu dərindən təcəssüm etdirməyə çalışmışdı. 1848-ci ildə Glinka ən kamil simfonik əsərlərindən biri olan Kamarinskaya simfonik fantaziyasını yaratdı. Əsər barədə Çaykovski öz gündəliyində qeyd etmişdi ki, palıd ağacı qozadan əmələ gəldiyi kimi bütün Rus simfonik məktəbi də Kamarinskayadan yaranmışdı. Bu, kiçik əsərin yolunu dahiyanə surətdə müəyyən etmişdi. Kamarinskayada Rus xalq həyatının lövhələri təcəssümünü tapıb. Simfonik fantaziya üçün Glinka iki müxtəlif xarakterli Rus xalq mahnısından istifadə edir. Uca dağlar arxasında lirik toy mahnısı öz sadəliyi və axıcılığı ilə fərqlənir. Xalq obrazının lirik gözəlliyini, onun təmkinini, vüqarını əks etdirir. İkinci mahnı şən xalq rəqs melodiyası olan Kamarinskayadır. Bu mahnı xalq obrazının cəsarət, fərasət kimi cəhətlərinin açılıb göstərilməsi üçün gözəl vəzifəyə çevrilib. Əsər ikili variasiya formasında yazılmışdı. Glinka lirik toy mahnısının mövzusuna yazılmış variasiyalarda xalq səsaltı polifoniyasından ustalıqla istifadə etmişdi. Əvvəlcə toy mahnısının mövzusu simli alətlərdə fa major tonallığında səslənir. Sonra tədricən ona yeni səslər qoşularaq bir sıra polifonik variasiyalar yaradılır. Nəhayət, re major tonallığında skripkanın ifasında şən Kamarinskaya melodiyasını keçir və o instrumental variasiya prinsipi ilə inkişaf etdirilir. Rəqs mövzusunun variasiyalarında orkestr qruplarını parlaq və rəngarəng səslənməsini, dinamika və tempin təzadlarını verməkdə Glinkanın məqsədi cəld hərəkətli, rəngarəng şənliyi göstərməkdir. Bəstəkar musiqinin milli xarakterini orkestrin ifadə vasitələri ilə böyük həssaslıqla əsl sənətkar kimi əks etdirə bilmişdi. Məsələn, toy mövzusunun işlənməsində bəstəkar öz səs tembrləri ilə jaleyka, dudka, çoban tütəyi kimi xalq çalğı alətlərini xatırladan nəfəsli ağac alətlərindən bacarıqla istifadə etmişdi. Rəqs mövzusu əsasında variasiyalarda Glinka balalaykanın səsini dinləyiciyə çatdırmaq üçün simli alətlərin pisikatosunu məharətlə işlətmişdi. İnsana elə gəlir ki, orkestrdə əsl xalq çalğı alətləri, yəni kənd musiqiçilərinin el şənliklərində çaldıqları alətlər səslənir. Kamarinskayanın zəngin ənənələri ilə Rus bəstəkarları Balakirevin, Rimski-Korsakovun, xüsusən də Çaykovskinin yaradıcılığında inkişaf etdirilmişdi. Glinkanın ən populyar simfonik əsərlərindən biri də Vals Fantaziyadır. Populyar məişət rəqsi əsasında bəstəkar gözəl melodiyaları ilə, harmonik boyaların və oynaq incə orkestrləşmənin zənginliyi ilə nəzəri cəlb edən lirik poema yarada bilmişdi. Vals Fantaziyada Glinka insanın lirik hisslərini və həyəcanlarını gözəl əks etdirə bilmişdi.
Valsın ümumi əhval-ruhiyyəsi xəyalpərvər və arzu qanadlıdır. Onun ilk variantı 1839-cu ildə fortepiano üçün yazılmışdı. Tam orkestr redaksiyası isə 1856-cı ildə hazırlandı. Əsas tonallığı si minordur. Vals fantaziyanın əsas mövzusu səmimi, hissli, lirik xarakter daşıyır. Onun aşağı eynən 3 tonlu intonasiyası musiqiyə gərginlik çaları gətirir. Melodiyanın özünə məxsus quruluşu da diqqətə layiqdir. Orada 3 xanalı frazaların olması coşğunluq, ruh yüksəkliyi yaradır. Əsərin başlıca mövzusu müxtəlif rəqs epizodları ilə növbələşərək dəfələrlə təkrarlanır. Bununla əlaqədar olaraq burada rondo forması yaranır. Öz emosional məzmununa görə epizodik mövzular müxtəlifdir. Onlar gah şən və incə, gah da mərdanə, sərt, gah da gərgin, dramatik şəkildə olur. Əsərin yekun bölməsində vals fantaziyanın əsas mövzusu həyəcanlı, dramatik şəkildə səslənir. Dinləyicinin təsəvvüründə sanki insanın öz arzusuna, səadətinə can atması, lakin bunlara çata bilməməsi haqqında bir hekayə yaranır. Əsərin incə orkestrləşməsi də diqqətə layiqdir. Musiqiçiyə saflıq, yüngüllük, xəyalpərvərlik xüsusiyyəti verən simlər qrupunun rolu olduqca böyükdür. Beləliklə, Glinka ilk dəfə Rus musiqisində sadə məişət rəqsini simfonikləşdirmiş və onun əsasında musiqi poeması yaratmışdır.